mərkəz, Bağça Uşaq Bağçaları şəbəkəsinin təşkil etdiyi pedaqoji foruma ev sahibliyi edir. Sözü Biləsuvar rayon icra hakimiyyətinin başçısı Faik Gülbətova verir. Sizin hamınızı Biləsuvarda görməkdən çox məmnunluq keçdiyimi bildirmək istəyirəm. Bir valideyn kimi də, həm də ki bir icra başçısı kimi. Yəni icra başçısı söhbət yalnız Biləsuvardan getmir. Yəni Azərbaycanda 70-dən çox rayon var. Bir dövlət quruluşu kimi. Çünki Azərbaycanın gələcəyi bax burada deyirlər, sizin əlinizdə. Bağçanın Bağçalar şəbəkəsi rəhbərliyi Əmrasim müəllim, Samir xanım, sən minnətdarlıq edirəm. Mən həmişə düşünürəm ki, əgər bir müəllim öyrənməyi dayandırırsa həyatında, demək ki, öyrətməyi də dayandırır. Ən əsası isə mən ümid edirəm ki, biz buradan yaxşı pedaqoqlar, daha yaxşı tərbiyəçilər və daha yaxşı yol göstərənlər kimi çıxacağıq. Bugün bu forumda toplaşan 7 regiondan 17 bağça və 200-dən çox pedaqoji heyət ölkənin gələcəyi üçün çalışır və çalışmağa davam edəcəkdir.